Gecə telefonu əlindən yerə qoymayanların nəzərinə. Telefondan bilirsiniz ki, çox istifadə olunması qadağandır. Yəni gün ərzində 35-45 dəqiqə ərzində telefondan istifadə olunmalıdır. Telefon, yəni bəzilərinin dediyinə görə yalnız zənglərə cavab vermək üçün istifadə olunmalıdır. Amma bəzi hallarda ifrat dərəcədə telefondan istifadə olunması müxtəlif pozğunluqlara gətirib çıxarda bilir. Hansı səbəb pozğunluqlara gətirib çıxarda bilir? Bunları qısaca sizə demək istəyirəm. İlk növbədə telefondan uzun müddət istifadə olunur. Yəni telefon alətçiləri radioaktiv şüalarla daima təmasda olduqları üçün yuxu rejimi pozulur. Yuxu rejiminin pozulması digər tərəfdən stressə, aqressiyaya, gərginliyə gətirib çıxardır. Digər tərəfdən də yuxu rejiminin pozulması təbii ki, insanın doyunca yatmadığı təqdirdə normal şəkildə enerjiyə malik olmur. Bir çox insanlar qidalanmanı artırmaqla enerji itkisini bərpa etməyə çalışırlar. Bunun sayəsində bəzi adamlarda həddindən çox kilo almalar, yəni orqanizmin çəkisinin artması, insulin dirənci və bir müddətdən sonra təbii ki, piyələnmə və nəticə olaraq şəkərli diabetlə yekunlaşa bilər. Ona görə də çalışın ki, vaxtında yuxunu normal şəkildə alasınız.